Bu Əli Əmirəl-Möminin Həzrət Əleyhisselamın sözləri. Və la yazidu fi mulkikə mən əta'ək. Və sənə itaət eləyənlərin itaəti də sənin mülkündə heç bir şey artıra bilməz. İtaət eləyənlərin itaəti də özünə görədir. Üsyan eləyib günah eləyənlərin günahı özünə görədir. İtaət eləyənlər də heç vaxt sənə minnət qoya bilməzlər ki, Allah sənə görə elədi. Sənin mülkündə onlara heç nə artıra bilməz. Sənin mülkün nəhayətsizdir. Hər kəs hər nə elirsə özünə elir. Və la yeruddu əmrəkə mən səxitə qəzaək. O kəs ki sənin qəza və qədərini rədd eləyə, sənin qəza və qədərindən razı olmaya, cəza və fəzə eləyə, narazılıq eləyə, etiraz eləyə, onlar deyir sənin qəza və qədərini dəyişə bilməzlər. Onu özlərindən uzaqlaşdıra bilməzlər. Sənin iradəndir ki, bu varlıq aləmində hakimdir. Qaçılası yeri yoxdur. Məsələn, bir nəfər cəza və fəzə eləyən, nə oldu elə bu pisliklərin hamısı mənim başıma gəldi. Nə oldu filan şey oldu. Bütün xəstəliklər elə məni tutdu. Niyə belə olur? Ay cəza və fəzə eləsin, qışqırsın, bağırsın. Hər nə eləsə deyir Allahın qəza və qədəri yerindədir. Məgər qəza və qədəri dəyişməyə insanın qüdrəti var. Bəli, yolu var dəyişməyə. Yolu budur ki, insan yenə Allaha tərəf qayıda. Allaha bəndə ola, onun dediyi yolla gedə. Dua eləyə, nə bilim sədəqə verə və ilə axır ki, bəhsdən çox çıxmaq istəmir. Amma onlar ki, ehtiraz edir, sənin qəza və qədərini dəyişə bilməz. Məcburdur itaat eləməyə. Və la yəstəğni ənkə mən təvəllə ən əmrik. Hətta o kəslər ki, sənin əmri və itaat eləməyib, sənin buyurduqlarını yerinə yetirməyib, səndən ehtiyatsızdır. Bütün aləmdə olan varlıqlar hamısı sənə ehtiyaclıdır. Bütün insanlar, hətta o kəslər ki, Allahı qəbul eləmirlər, Allaha ehtiyacı var. Hətta o kəslər ki, üsyan edir Allahın qabağında, Allaha ehtiyacı var. Onun ruzisinə, onun havasına, onun nemətinə, onun bu dünyada olan, hətta olmağına, bu dünyada olmağına da Allaha ehtiyacı var. Kullu sirrin indəkə alaniyə. Hər bir sir sənin yanında aşkardır. Heç bir sir yoxdur ki, səndən gizlədilə bilsin. Və kullu qaybin indikə şəhadə. Hər bir qaibdə olan, gizlində olan sənin yanında aşkardır. Əntəl əhəd, əntəl əbədu, fəla əmədələk. Əbədi olan Allah sənsən. Səndən əvvəldə və axırda heç nə yoxdur. Hər bir şeyin əvvəli də sənsən, axırı da sənsən. Və əntəl muntəha, fəla məhisənk. Hər bir şeyin nəhayəti, müntəhası da sənsən.